Salam dostlar, Bay Firmanın herkese salamlar olsun. Hal-hazırda gördüğünüz bu gül səhra bitkisi olan kaktus bitkisidir. 2 il əvvəl öncə mən bunu dipçəkdən çıxadıb həyətə əkdim. Və baxın, bunun hər bir tikanı bir güldür. Onda bir çox adamlarda belə bir möcüzəvi bir şəkildə bu heç vaxt gül açmır. Sizə təbii və real olan bir şeyi göstərirəm. Baxın, hansı ki dipçəklərdə, əsasında evlərdə kompüterin qarşısında şüanın qarşısını aldığına görə qoyulan həmin balaca dipçəkdə olan kaktus gülü, səhra gülüdür. Demək olar ki, heç vaxt bu gül açmır. Hal-hazırda baxın, mən bu 2 ildə görmüşəm ki, bu hər nöqtədə bir olan tikanlar hərəsi bir güldür. Sadəcə buna yaxşı qulluq etmək lazımdır, sevgi göstərmək lazımdır ki, yəni bu gül açsın. Əlbəttə ki, bu gül 24 saatlıqdır. Səhər tezdən, sübh azanı vaxtı o başdan açır və axşam yenidən. İndi bugün hal-hazırda bunu çəkib sizə göstərirəm. Baxın dostlar. Baxın, görün. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 dənə. Hal-hazırda sabah səhər tezdənə 17 dənə gözəl bir burada gül açacaq. Və izləyin və görün. Hələ yanında kiçiklər də var. Onlar daha sonra. Baxın dostlar. Daha sonra açacaq. Çox bir maraqlı bitkidir. Yəni kaktusun bu qədər gül açacağın demək olar ki, heç kimdə belə bir şey yoxdur. Bu möcüzə bir şeydir. Kaktusda olsa sevgi bəslərsən, vaxt sonu belə olur. Hər bir canlı sevgi istər. Baxın dostlar. Görün nə gözəlliyi var bunda. Səhər tezdən inşallah izləyin. Videonu əgər bəyəndinizsə izləyin və abunə olun. Zəhmət olmasın. Yenə səhər tezdən yenidən çəkəcəm. Sizə göstərəcəm. Bir də burada baxın dostlar. Onun balaları da var burada, kiçik. Bunlar da